Körpəmlə biznesimi davam etdirirəm. Gün 34. Bəzən elə insanlar olur ki, hələ görüşməsən belə insanda xoş təəssürat yaradır. Bu dəfəki çantaları Rusiyada yaşayan həmyerlimiz Asiya xanım üçün hazırlamışam. Asiya xanım sadəcə 2 rəng seçdi: yaşıl və boz. Qalan detallarını isə mənə həvalə etdi. Sənin zövqünə inanıram deməsi mənim üçün çox dəyərli idi. Asiya xanım ilk dəfə mənə yazanda dedi ki, səni əvvəlcə dəstək məqsədindən izləyirdim. Düşündüm ki, körpə uşağından bu qədər əziyyətli, gözəl əl işlərini hazırlayan xanıma dəstək olmalıyam. Daha sonra əl işlərini izlədikcə fikrim dəyişdi. Dedim ki, bu çantalarda mütləq mənim də olmalıdır. Asiya xanım, gözəl sözlərinizə, dəstəyinizə, etimadınıza ürəkdən təşəkkür edirəm. Ümid edirəm ki, siz hər dəfə bu çantalara baxanda onların sevgi ilə hazırlandığını xatırlayacaqsınız. Əgər siz də sizin üçün xüsusi hazırlanmış çantalar istəyirsinizsə, mənə yaza bilərsiniz. Bəlkə də növbəti ilə sizin hekayəniz olacaq.